Birinci və ən önəmlisi, panikaya düşməyin, ancaq laqeyddə qalmayın. Məsələ ciddi olsa da hər şeyin bir həlli var. İkinci, məlumatları dəqiqləşdirin. DSMF-yə telefon edin, gedə bilərsinizsə gedin. Amma yadda saxlayın, bu şayələrin artıq çox geniş yayıldığına görə çox ehtimal ki, doğru olacaq. Üçüncü, əgər sizə icra hakimiyyətindən arayış tələb olunursa, vaxt itirmədən yerli icra hakimiyyəti nümayəndəliyinizə, yaşadığınız bələdiyyə müraciət edin. Çalışın ki, bu arayışı ayın 15-nə qədər alasınız. Unutmayın, bu sizin hüququnuzdur. Onlar sizə kömək etməyə borcludurlar. Əgər icra hakimiyyətində sizə süni əngəllər törədirlərsə, sizi gəlib getməyə məcbur edirlərsə, heç bir səbəb göstərmədən arayışı verməkdən imtina edirlərsə, bunu mütləq qeyd edin. Hətta orada işləyən məmurların adlarını belə öyrənməyə çalışın. Dördüncü, mümkünsə övladlarınızdan, qohumlarınızdan, yaxınlarınızdan kömək istəyin. Qoy onlar sizə bu arayışı almaqda kömək etsinlər. Bəzən bir cavan insanın bu işlərə başı daha çox batır. Beşinci, bütün sənədlərinizi qaydaya salın. Pensiya kartınız, şəxsiyyət vəsiqəniz, əmək kitabçanız, yəni pensiya ilə bağlı bütün sənədlərinizin üzərində olsun. Hətta bir neçə nüsxəsini çıxarmaq da pis olmaz. Altıncı, əgər bu ödənişlər dayandırılarsa və siz buna etiraz etmək istəyirsinizsə, rəsmi şikayətlə müraciət edin. DSMF-yə yazılı şikayət edin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazın. Hər bir kağız iz qoyur, hər bir şikayət qeydə alınır. Unutmayın, rəsmi cavab tələb edin. Yeddinci və ən əsası, hüquqşünasdan məsləhət almaqdan çəkinməyin. Bəzən kiçik bir məsləhət böyük problemlərin qarşısını ala bilər. Mən bu kanalda sizin yanınızdayam. Göründüyü kimi vəziyyət ciddidir. Əgər bu sərəncam həqiqətən də qüvvəyə minərsə, minlərlə pensiyaçının həyatı daha da çətinləşəcək. Bu sadəcə pul məsələsi deyil. Bu sizin ləyaqətinizə toxunur. Bu sizin ömrünüz boyu çəkdiyiniz əziyyətin qiymətləndirilməməsidir. Bu videonun əvvəlində bir sual qoymuşdum. Pensiyalar dondurulur. İndi isə sizə daha vacib bir sualla müraciət etmək istəyirəm. Əziz ağsaqqallarımız, ağbeyçəklərimiz, bu vəziyyətdə siz özünüzü necə hiss edirsiniz? Bu cür münasibətə layiqsizmi?